Selamun Aleyküm Şeyh. Və aleykum salam və rəhmətullah. Deyirlər ki, siz suallara cavab verəndə dəlilləri zikr etmirsiniz. Bu cür etməyin səbəbi nədir? Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə və əmə bə'd. Selamun aleyküm və rəhmətullah. Aleyküm selam və rəhmətullah. Bilirsiniz, ümumiyyətlə danışdığım hamısı dəlillərə əsasəndir. Əsası dəlillər üzərində qurulub. Yəni, havadan danışmırıq biz. Və xüsusən sələfi. Sələflər başqalarından fərqlənir. O fərqlərdən də biri biz tabi Quran sünnəyə, yəni dəlillərə və onun əsasında danışırıq. Amma təbii ki, başqalarında bu problem var, əgər dəlilləri qeyd eləmirlərsə. Çünki onlar xəyallarlandır, öz ağlınlandır kiminsə, yuxunlandır, zəif hədislərləndir, uydurma hədislərləndir, cürbəcür batil təfsirlərləndir. Bu birinci tərəfdən yanaşmaq məsələyə. İkinci, bilirsiniz, gün ərzində ola bilsin 10 dənə, 100 dənə, 200 dənə sual olur, 500 dənə sual olur. Yəni, hamısını oturub dəlilləri qeyd eləmək. Mən də lazımsa oturub qeyd edeyim, amma görürəm ki, vaxt azlığı var. O da səbəbidir. Həmçinin alimlərə baxanda bəzən görürsən dəlil qeyd edirlər, bəzən dəlil qeyd eləmirlər. Yəni, olan üslublarına fikir verəndə. Amma ən böyük səbəb vaxt azlığı. Vaxt azlığı, sual verən də çoxdur, qruplar çoxdur və sual deyək ki, Azərbaycan hər yandan verirlər. Ona görə vaxtı udmaq üçün elə məsələlər var. Məsələn, tutaq ki, bayrama az qalıb 2 gün, bayrama aid. Ona görə tez-tez cavab verəm. Ən böyük səbəblərdən biri budur. Lakin hərdən qeyd edirəm neysə. Yəni, amma onu demək istəyirəm ki, arxain olsunlar. Nəsə özümdən inşallah danışmıram. Amma nəsə aydın olmasa, mən bunu dəfələrlə demişəm. Aydın olmasa, soruşun dəlili. Problem yoxdur.